Bəli. Başladıq əməliyyatımıza. Bugün Promotel şirkəti üzərindən gedəcəyik. Hamınızı Promotel şirkətinin işə qəbul edir uşaqlar. Siz Promotel şirkətinin əməkdaşısınız. Bir ay əməliyyat olubdur. Siz işdə olmadığınız təqdirdə və bir ayın sənədlərini sizə veriblər. Üzərində tarixləri ilə, informasiyalarla bir yerdə. Sizi düşünün ki, dekabr ayının əvvəli Promotel şirkəti dövlətə qeydiyyatdan keçmişdir, fəaliyyətə başlamışdır. Sizi isə işə yanvar ayında götürüblər. Və siz yanvar ayında dekabr ayının əməliyyatlarını sistemə daxil edib, oradan hesabatlılığı çıxartmanız lazım. Yəni, bir köhnə dövrünüzdə daxil olmaq şərti ilə. Və sizin üçün BRES proqramı təşkil ediblər, kompüterinizə qeyd elətdiriblər və siz burada müəssisənin əməliyyatlarını qeyd etməyə başlamalısınız. İlk işimiz sistemdə Promotel şirkətinin özünün bir təşkilatını formalaşdırmaqdır. Yəni, əməliyyatları qeyd edəcəyimiz bir ardıcıllığın olması. Yaradılış üçün müəssisəyə daxil oluram, təşkilatlar bölümünü seçirəm və buradan əlavə et düyməsini veririm. Əlavə et düyməsindən Promotel MMC seçdim. Boş bir yerdə qalçıqanı vururam və tam adı yerinə də düşür. Yoxlayıram. Promotel şirkəti hüquqi şəxsdirmi, fiziki şəxsdirmi deyə hüquqi şəxs olaraq seçirəm. Və əsas bank hesabı. Aşağıda göstərilən hissəni görürsünüz. Baxın, qarşısında 3 düymə var. Yəni, nöqtə var. 3 nöqtə varsa, deməli, mən bura əllə bir şey yaza bilmərəm. Yəni, bir şeyləri yaradıb seçməm lazımdır, yəni sistemə. Gəlirəm, 3 düyməni vururam və bəli deyirəm. Açılan pəncərədə mənə bankları yaratmağımı istəyir. Yəni, mənim şirkətimin əsas bank hesabı hansıdır? Promotel şirkətinin əlavə et deyirəm. Bu cür bir pəncərə açılır. Pəncərədə bu hissəyə biz heç nə qeyd etmirik. Yəni, buradan sağdakı bölümü vursaz, hesabın hansı hesab olduğunu müəyyənləşdirə bilərik. Biz burada hesablaşma hesabı, yəni bizim İBAN dediyimiz, cari hesab dediyimiz əməliyyat hesablaşma hesabıdır əslində. Adı rəsmiyyətimizdə elə gedir. Hesablaşma seçirik, valyutasını seçirik. Hansındadır? Təşkilata girdim. Təşkilatı yaradanda aşağıda bank yeri var idi. Müəssisənin bankı. Onun qarşısındakı 3 düymədən daxil ol. Bəli. Bəli. Tamam. Kaydın mı geri? Bak, buradasan mı? Hardasan? Yəni, buradasan. Bax. Bax. Mən də onu deyirəm də. Əsas bank hesabı yeri var. Gəldim orada. 3 düyməni vurdum. Açılan pəncərədə əlavə et dedim. Yox, mən şimarlıdan şey qoydum. Bəli, ver də. Hə, indi açılan pəncərədə əlavə et ver. İndi eyni pəncərədəsənmi? Hə, hesablaşma. Tamam. Hesabın azyalı olması lazımdır. Hesab növündə hesablaşma hesabı. Hesab nömrəsi yerinin qarşısında 3 düymə yoxdur, görürsünüz. Bəli, biz bura hesab nömrəsi uydura bilərik. Amma reallıqda hesab nömrəmiz nədirsə, bankdan bizə verilən onu qeyd edəcəyik əlbəttə ki. Bank hesabında isə biz bankın özünü seçməmiz lazımdır. Qarşısındakı 3 düyməni vururam və məndə bu qədər bank hal-hazırda qeyd olunur. Sizdə olmaya da bilər və yaxud da çox ola bilər, az ola bilər. Tamam. Gəlin bir dənə əlavə etməyi də göstərim. İstərsəz bura özünüz əlavə et deyərək məsələn kod verib, koddan sonra bank adı verib, misal üçün nə deyək? Ziraat bank yasamaq. Seçə bilərsən. Niyə seçməyəsən ki? Az 34 və Bakı. Yəni, hesab müxbir hesabın nədirsə, əlində olan rekvizitdən dolduracaqsan da. Dedikdən sonra isə təsdiq verib seçə bilərsən. Və yaxud da ki,
Belə də yarada bilərsən. Bir də ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən verilmiş siyahı var. Ora daxil oluruq. Baxın, göstərdiyim yerə daxil oluruq. Və burada istədiyimiz bankı seçib əlavə edə bilirik. Deyək ki, nəyi seçək biz burada? Yox, yaxşı olmaz. Gəl Rabitə Bankdan bir bölüm açaq. Hansı filial olsun? Biz Gənclikdə idi. Gənclik filialı var mı bunun? Nərimanov olar, Gənclik olmaz. Gəl seçək, yaxşı. Mərkəz filial. 2 dəfə vurdum və Ctrl Enter deyirəm. Da bu pəncərə mənə lazım deyil. Rabitə Bank Açıq Səhmdar Cəmiyyətinin özü var. Oy. Və hara getdi bu? Və mərkəz filial. Seçdim. Müxbir hesaba da mərkəz filialı seçirəm. Hesab nömrəmi yenə əlavə. Bəli, müxbir hesab həmin bankın öz müxbirinin yerləşdiyi yer. Seçirəm. Bankımın açılma tarixi varsa, bağlanacağı tarix varsa onu da qeyd edirəm. Amma əksər hallarda o bizdə olmur. OK deyirik və bank hesabım da düşdü. Bank hesabından sonra bizim təşkilatın vönü. Prometein vönü nə olsun? Deyək ki 240, 123, 123 və 1 olsun. Dövlət qeydiyyat tarixi nə zamana olsun deyək ki, təşkilatı yaratdığımız üçün. Dövlət qeydiyyat tarixi 01, 12, 2025-ci il olsun. Verilmə tarixi də 01, 12, 2025-ci il olsun. Və yazmaq və OK. Sizə bir oyun olmuş var. Həm də aktorun var. Yox. Ne olmuş? Ola bilər. Orada var seriya var. O sənədimiz yazdı. Şey yazdım. Dekabr ayının 1 2025-ci il. İki tarifimiz. Şeylə yerinə, nömrə yerinə. Baxın, buradan başqa bir yerə getməmişdən qabaq ilk edəcəyim şey nədir? Mən axı Prometey şirkətinin mühasibiyəm. Burada başqa bazalar olsa da Prometey şirkətini əsas kimi quraşdıracaq. Yəni, bolt edəcəm ki, indən sonra işləyəcəyim əməliyyatlara Prometey birbaşa özü aktiv gəlirsin. X verdim, çıxdım və indi Prometey hansı dövrləri əhatə edəcək onu seçməm lazım. Gəlirəm, müəssisə, uçot siyasəti və müəssisənin uçot siyasətini verirəm. Prometey burada yoxdur. Əlavə et deyirəm. Baxın, digər səhifədə əsas kimi quraşdırdığım üçün burada artıq avtomatik var. Amma mənə dövrü nə zamana verib? 01.07-yə verib. Mən nə zamana istəyirəm? 1.12-yə istəyirəm, bəli. 2025-ci ilə. Deyirəm, o dövrdən 2026-cı ilin 31 dekabrına qədər. Ortalamanı FIFO seçirəm, bəli, mühasibat çoxu üçün, mənfəət vergisi üçün də FIFO seçirəm, amortisasiya da düz xətt olaraq qalsın. Məhsulun buraxılış payı dəyəri düzdür, bunlar olduğu kimi qalsın. Vergi sistemində ümumi seçirim və OK deyirəm. Artıq baxmadım. Müəssisə, bax, birinci izlə sonra etdə. Müəssisə, uçot siyasəti, müəssisənin uçot siyasəti. Daxil oldum, bu pəncərə açılacaq. Ondan sonra əlavə et verərsin. Biz de ne götürüyor sadeleşti. Etdin əlavə et. Edəndə belə bir pəncərə açılmalıdır. Açılıb doldur indi. Tarixi düzəlt. 01 dekabr. Bəli, 25. Və son qalsın. Oha, o qalsınla işimiz yoxdur. Bunu FIFO edirsən. Bir də mənfəət vergisi bölümünə girib yenə FIFO edirsən. Etdin. Və salam. Yo. Bəli, doğrudur. Artıq bizim şirkətimiz fəaliyyətə hazır.
Yəni fəaliyyətini apara bilər. Gələk çalışmamıza nə baş verib? Dekabr ayının 1-də təsis olunanda kim deyək? Qadası kim olur? Yaxşı, Əliyev olsun. Qadası Əliyev. Əliyev sən dedin ha. Kaleyi güzeli kalasın. Deməli. Qadası Əliyev 50.000 manat müəssisənin kassasına kim? Reyhan Paşayev. Paşayev. Reyhan yoxdur. Reyhan Paşayeva 118.000 manat bank hesabına nizamnamə kapital olaraq qoymuşuz. İkisi də kapital qoyuluşudur və bu da bizim təsisçilərimizdir. Biz əməliyyatı aparmaq üçün ilk öncə təsisçilərimizi yaratmamız lazımdır. Bəli. Gəlirəm. Müəssisə, kontragentlər. Mən burada birinci papka yaradacağım. Bax, göstərirəm. Əlavə etin sağ tərəfində. Bəli. Promoter-MMC. Ctrl Enter. Bunu da ən üstə düşməyini istəyirəmsə, lap dəyişiklik verim, qarışmasın deyə. Bir nöqtə desək. Aha. Promoter papkasına daxil oldu. Bir nöqtə verdim ki, qabağına ən üstə düşsün. Promoter papkasının içinə daxil olandan sonra yeni bir qovluq yaradacağım mən burada. Artıq o qovluğun qrupu olacaq Promoter. Və qovluğun içərisində təsisçilər deyə bir qovluq yaradacaq. Təsisçilər. Bəli. Qayıdıram. Bəli. Hələ heç nə yazmamışam. Alıcı. Yox, qrupa bir şey yazmıram. Bax bir dənə. Promoteri yaradanda qrupa yazmadım. Sadəcə ad yerinə Promoter MMC-ni yazdım. Təsdiq verdim. Papka düşdü bura. Düşən papkanın üstə 2 dəfə vurdum. Açılan pəncərədə yenə bir qovluq yaratdım. O qovluğu yaratdığım zaman onun qrupuna avtomatik Promoterin özü düşür. Və orada da təsisçilər yaradıram. Adına geldi. Təsisçilər. Adı. İkinci papkanın adı təsisçilər. İndi isə təsisçilər papkasının içərisində əlavə et deyərək kontragent yaradacaq. Kontragentlərimdən biri kim idi? Qadası Əliyev. Fiziki şəxs olaraq seçdim. OK deyirəm. İkinci əlavə et kontragentimdə kim var idi mənim? Reyhan Paşayeva. Bu da fiziki şəxs. Onu da seçdim və OK deyirəm. Diqqətinizi çəkdi, nə müqavilə yaratdım, uşaqlar, nə banklarını yaratdım, heç bir şeyləri yaratmadım. Yalnızca adlarını yarattım. Üzr istəyirəm. Bunu nə üçün etdim? Çünki onu yaratmaq mənim işim deyildi. Mənim işim onun kontragentlərini yaratmaq idi. Onu kim yaradacaq? Xəzinə üzrə və yaxud da pul vəsaiti üzrə mühasib yaradacaq onu. Kimlərin hesabı varsa, girəcək onu açacaq. Əməliyyatın içərisində. Yəni, pul əməliyyatı kim işləyəcək? Kassir və yaxud da ki, xəzinədar. Bu işi o baxacaq əlindəki sənədlər əsas. Mən burada işimi tamamladım və gedirəm ödənişimi qəbul etməyə. Şərtimi bir daha baxıram. 50.000 manat Qadası Əliyevdən kassamıza pul mədaxil etmişdik. Bəli, pul gəlibdir. Bizə pul gəlibdir. Uşaqlar xatırlatma edir, bizə pul gələndə nə olurdu? Kassamız artırdı. Eyni zamanda onun mənbəyini də göstərməli idi ki, harada artdığını. Kapitalımız da artır, bəli. Gəlirəm indi kassa bölümünə, kassa mədaxil orderi deyirəm və əlavə et deyirəm.
Burada oxuyuruq, bəli, alıcı tərəfindən deyil, təsisçi olduğuna görə pul vəsaitini sair mədaxilə seçib okey deyirəm. Ben hazır gidiyorum. Kassa mədaxil orderindən. Kassa mədaxil orderi. Orada da kardeşler. Bəli, mütləq. Çünki nizamnamə kaptanı dekabrın, axı biz köhnə tarixi işləyirik. Dekabrın 1-i baş veribdir. 01-12-2025. İlk öncə tarixi dəyişdim, Prometey olduğu kimi qalır. Artacaq uçotumun hesabı 221 yerindədir. Pul məbləğimi qeyd edirəm 50.000. Təşkilatın şöbəsini istəsəm əlavə edə bilərəm. Əlavə edib sənə xətrimdə inzibata edilir. Seçdim. Kassa. Əsas məsələ budur. Mənə Prometeyin kassası lazımdır. Yaradacağım. Baxın. 3 düymə var ha. 3 düyməni vurdum. Əlavə et dedim. Adı yerinə Prometey Pro Kassa olsun da ya. Kassa nömrə 1. Valyutası isə AZN olsun. Və okey deyirəm. Artıq Pro Kassa nömrə 1-im də hazırdır. Bu bax, istifadə etdiyim səhifəni uşaqlar, burada şeydə saxlamıram. Esk düyməsini sıxıb çıxıram buradan. Elçinci var ha. Onu vurup çıxıram. O qalmaz. İndi burada Pro yazdığım zaman Pro Kassa nömrə 1 öz avtomatik gəlir. Və yaxud da 3 düyməni vurup seçə bilirik. İndi üst hissə baxın. Zəhmət olmasa ekrana baxın. Buradakı düz xəttin üst hissəsində nə var? Hamısını doldurun. Yəni sənədimin başlıq hissəsi hazırdır. İndi qaldı sənədimin tərkib hissəsi. Bütün gələcək hesab bəllidir. Uçotun hesabı. Yəni qeydiyyata apardığım hesab 221'dir. Artan. Bu pul hardan gəlir? Bəli, 301. Nizamnamə kapitalının hesab nömrəsi. 301 nömrəli hesabdan. Əlimlə yazdım. Enter verirəm. 301 ilə bağlı əlavə məlumatları, subkontrolları tələb edir məndən ki, 301-dəki kimdir deyil. Biri kim idi? Qadası idi də, düzdür? Qadası Əliyev. Onu da yani. Əgər addan bir dənədirsə, bəli. Bax, bir dənədir. Buradan da üstündə qoyub seçə bilərəm. Kadar var. O da ola bilər. Sabahı. Kassa mədaxil orderindən. Kassa mədaxil orderi yarat. Bir dəqiqə uşaqlar, çox vaxt getməsin deyə. Seçdik və altda dividend olaraq bölümü seçirik, təsisçi ilə münasibətimizi və ən əsası pul vəsaitinin hərəkət maddəsi. Yəni bu pul nə üzrə mənə daxil olmağa başlayır müəssisəmə? Üst düyməni verib onu silib seçməliyəm. Birinci burada solda sizdə papkalar açılacaqsa, daxil olma papkasına vurun və oradan nizamnamə kapitalı qoyuluşunu seçin. Yoxdursa sizdə nizamnamə kapitalı qoyuluşu əlavə etlə yarada bilərsiniz. Ağabeyde yani sağlıklı ağabeyde. Yox, elə əlavə etlə yaradın. Ben yok. Daxilətdə yoxdur, düzdür. Əlavə et düyməsini vur. Tamam. Ad yerinə nizamnamə kapitalı yaz. Aha. Yazdın. Sonra da investisiya fəaliyyəti seç aşağıda. Şey var ya, fəaliyyətin. Aha. 3 düyməni vur, investisiya fəaliyyəti seçəndən sonra okey ver. Verdin. Düşdü. Düşəndən sonra nizamnamə kapitalının üzərində 2 dəfə vurun. Düşdü. İndi zəhmət olmasa, əgər şərhləriniz varsa, qeydiniz varsa, qeyd yerinə aşağıda qeyd edin. Yoxdursa, okey deyin. Okey dediniz. Bir de suç silahı bu mesafelerden için Nizamnamə kapitalının qoyuluşu daxil olmadan. Baxın uşaqlar, əməliyyatı edib bitirəndən sonra ancaq sizin əməliyyatlar görünsün deyə mən Prometey şirkətini seçdim və buradakı filtrlərdən ortadakını vururam ki, ancaq öz əməliyyatım görürsün. Vəssalam.
Növbəti əməliyyatımız Reyhan Paşayeva da 118.000 bank hesabımıza zamnamə kapitalı qoymuşdur. Gəlirik, bank, daxil olan ödəniş tapşırıqları və yaxud da ki, pul vəsaitinin daxil olmasa dair ödəniş tapşırıqları. Hansı işləyəcəksə onunla fərq etməz yəni. Seçək pul vəsaitinin daxil olmasa dair ödəniş tapşırıqları. Əlavə et deyirəm. Və burada da nəqd olmayan pul vəsaitlərinin sayı daxil olması seçib OK deyirik. Deyən kimi ilk işim tarixini düzəltməkdir. Baxın bir daha diqqətlə. İlk işim tarixi düzəltməkdir. 01.12.2025. Daha sonra burada hesab nömrəm bəli avtomatik gəlir. Prometey MMC'dir mi təşkilatımdadır? Bəli. Ödəyən kimdir bu pulu? Bank hesabıma. Gəlirəm Prometey MMC'dən, təsisçilərdən Reyhan Paşayevanı seçirəm. Və yaxud da ki, elə yazıram. Reyhan Paşayeva öz avtomatik çıxır. Təşkilatının şöbəsi bayağı inzibatı yaratmışdıq, seçək. Məbləğ 118 milyon. Onu da seçdik. Bəs sağ tərəfdə şey qaldı. Bizim bank hesabımız çıxdı. Rabitə Bank ASC-nin mərkəz filialı. Amma ödəyənin bank hesabı çıxmadı axı. Reyhan yaratmalıyıq. Üç düyməni vururuq. Əlavə et deyirik. Hesab nömrəsini uydurandan sonra hansı bankdan hesab seçəcəyik bunu? Rabitə Bankdan. Niyə? Banklar arası komissiya faizi olmasın diye. Yani ona orada bir hesap açtırıp bank hesabımıza da pulu oradan öldürəcəyik ki, əlavə bəli. Banklar arası yer dəyişmə olsun və əlavə komissiya olmasın. Seçdik. Bəli olan faiz olan Bəli az olur, yol bürüməyədir. Yenə də Rabitə Bank seçəndən sonra müxbir hesaba kontrol, enter deyib əməliyyatı təsdiq edirik. Və gələk hesaba. İndi hansı hesabdan gələcək ki? Bu da fikir. Bəli, 301 nömrəli nizamnamə kapitalı hesabında. Kontragenti kimdir bunun? Pulu qoyan kimdir? Reyhandır. Və dividend olaraq seçirəm. Pul vəsaitinin hərəkət maddəsi isə zamnamə kapitalı qoyuluşu. Baxın əməliyyatın son halına. Bu formada olacaq. Tarixi seçdik, bank hesabını seçdik, şirkətimiz pul kimdən gələcək, onu seçdik, şöbəsini, bizim şirkətin bank hesabı və ödəyənin bank hesabı, yəni təsisçinin. Hesab nömrəsi 301 olaraq nizamnamə kapitalının hesab nömrəsini seçdik və kontragentimizi seçdik. Altda da pulun bizə daxil olmasının hərəkət maddəsi nədir, onu seçdik. Və əməliyyatımız tamamlandı. Bir də burada bir şey qaldı. Daxil olma tarixi. Bu pul əməliyyatı biz tapşırığı işlədiyimiz zaman pul bizə gəlibsə, eyni tarixi 01.12.2025-ci ili həmin yerə də qeyd edirik. Və kontrol, enter əməliyyatımıza təsdiq veririk. Və əməliyyatımız hazırdır. Birinci tapşırığımız nizamnamə kapitalının qoyuluşu artıq həll olmuşdur. Və biz bunu yoxlamaq istəyirik. Gəlirik hesabatlara, dövriyyə balans cədvəli, şirkətimin adını seçəcəm birinci, bəli, bəli, 01.12.2025 tam işarəsini verib keçdim, 31.12.2025 ya tərtib et verməliyəm, ya da ki, kontrol enter verməliyəm. Ki, əməliyyatım çox böyükdür. Bunu biraz razılaşdırmaq istəyirəm. Bəli. Baxın, mənim üçün göstərir. 168.000 dövriyyəmin debiti, 168.000 kreditidir. Dövriyyə əməliyyatlarım doğrudur. Dövrün sonunda qalıqlarım da doğrudur. Amma bu dövrdən əvvələ heç bir qalığım olmayıb. Çünki şirkətin təsis olunması elə dekabrın 1-nə idi. Baxıram məndə olan hesablara 200 baxanda sub hesablarla baxıram hər zaman. Çünki 3 dəfə bura qədər verəcəm.
Baxın 221 nömrəli hesabda 50.000 manat artıbdır. Qalığında 50.000 manatdır. Yəni azalma hissəsində bir şey yoxdur. 223 nömrəli hesabında 118.000 artıb. Bunların ikisinin cəmi 168.000 edir. Eyni zamanda nizamnamə kapitalı olaraq da 168.000 kreditdə artmamı olur. Mən nizamnamə kapitalının üzərinə 2 dəfə vursam, hesab dövrəyə balans üzrə okey desəm, kimə nə qədər kapital olaraq borclu olduğumu görə biləcəm. Bəli. Altda dividend sözlərinin yazılmağını istəmirəmsə, sağ düyməni seçib, qruplaşdırma səviyyəsində səviyyə 1 verib, bu cür neçə dənə təsis üçün nə qədər pul qoyublarsa, listəsini çıxarda bilərəm. Nə üçün çıxardacam bunu Ramin? Çünki ilin sonunda mən mənfəəti bölüşdürəndə kimdəki faiz nisbətinə görə bölüşdürəcəm. İlk əməliyyatımız nizamnamə kapitalının qoyuluşu getdi. Baxın uşaqlar, bu səhv artıq mənə lazım deyil. ESK basıb çıxıram. Dövrə balans da lazım deyil. ESK mənətin basıb çıxıram. Bank hesabı lazımdır mənə, xeyr. Kassa məxadimə daxil sənədləri lazım deyil. O da xeyr. Yəni lazım olmayan əməliyyatları heç vaxt açıqda saxlamıram. Lazım olanda girəcəm. Yəni Brestdə ümumiyyətlə mənim girə biləcəyim əməliyyatları saxlamıram. Yine farkı girəcək əlavə. Ayın 5-i dekabr ayının quru meyvə satışı fəaliyyəti ilə məşğul olan müəssisə fəaliyyət göstərə bilmək üçün aylıq icarə haqqı 5.000 manat olan ambar və ofis binası olaraq Xəzər rayon Binə qəsəbəsində 8 metr kvadrat sahəsi olan binanı icarəyə götürmüşdür. Binada həm ofisdir, həm də ki ambardır. İcarədar Rəhman Cəfərovdur. Yəni bu obyekti bizə icarəyə verən Rəhman Cəfərovdur. Mən ilk öncə, bax bu səfər kontragenti gedib müəssisədən yanatıblar. Diqqətini çəkirəm. Birbaşa əməliyyatın içərisinə yerləşəcəm. Gəlirəm, alış edəcəm də mən düzdürmü xərc alacam. Yəni hesablama üçün aparmalıyım. Algı, mal və xidmətin mədaxili. Bu nədir? Bir xidmətdir. Hansı xidməti mədaxilidir? İcarəni okey verirəm. Açıram pəncərə üçün. Gəlin bu əməliyyatları silim uşaqlar bir dəqiqə. Bu arada shift delete basıb enter deyib silirəm. Əlavə et deyirəm. Satın alma komissiyasından okey və pəncərəm hazırdır. Şirkətin kimdir? Promotordur. Promotorun ambar yerində görüş seçeneği yoxdur. Çünki promotoya ambar yaratmamış. Amma mən birinci tariximi düzəldəcəm. Ayın 5-i, 12-si, 05, 12, 2025. Tab verdim. Kontragentim kim olacaq? 3 düyməni vururam. Gedirəm baxam. O da yarar. Əlbəttə, Rəhman Cəfərov. Promotor MMC-yə daxil olanda artıq bunu təsisçilər papkasında yaratdım. Mən bunu əlavə papka deyil. İcarə. İcarəni tədarükçülər papkasında yarada bilmərəm. Vəbşi icarə də yaza bilərsən. Sən necə rahat olacaqsın. Öyle tədarükçü mü var? Nəsə tədarükçülərdə istəyirəm olsun. Ya da kreditorlar da yaza bilərsən. Yəni hansı ağlında qalırsa. Tədarükçülər. Okey. Bunun niyəsə aşağısında bir dənə əlavə əməliyyat qaldı. Tədarükçülər papkasına daxil olub, əlavə et deyib, Rəhman Cəfərova qeyd edirəm. Hüquqi şəxsi, fiziki şəxsi edirəm, Rəhman Cəfərova da vöyün qeyd eləməyəcəm. Okey verirəm. Rəhman Cəfərov hazır. Rəhman Cəfərovla mənim aramda olan müqavilə bəs. İcarə müqaviləsi. 3 düyməni verirəm. Burada mənim üçün nümunə bir müqavilə at. Ona karandaş işarəsini verib dəyişdirəcəm. Основной договor edəcəm icarə müqaviləsi. Nömrəsini edəcəm nömrə 12. Uydururam hal-hazırda. Təchizatçı ilə olan müqavilədirmi? Bəli. Yəni mənə xidmət təchsis edəcək bu. Müqavilənin məbləği
yoxdur hal-hazırda burada. Yəni müqavilə aylıqdır yəni. Belə illik olsa da müqavilə məbləğ biçə bilmərik. Aylıq 5000 olmaq şərti ilədir. Müqavilənin istənilən bir tarixində mən bu müqavilədən vaz keçmə imkanım var. Bir ay əvvəlcədən xəbərdarlıq etməliyim. Ona görə müqaviləmə dəyər seçmirəm. Amma başlama tarixini bəli 05-12-2025 seçib, bitmə tarixini isə 31-12-2025-in 26-cı il seçək. Yəni bir ildən birə çoxlu olaraq seçirəm. Müqavilə üzrə cəm var, bir də bizdə burada nə var? Hesablaşma sənədi üzrə okey deyirəm və elə birbaşa okey deyirəm. Əməliyyatımı düzdür 2 dəfə vurdum, seçdim. Yəni artıq hazırdır. Bir dənə olmayan nəyim var? Ambarım var. 3 düyməni vururam. Burada Prometein ambarı yaratmam lazımdır. Ambarlar siyasi. Əlavə et. Ayaqlıca yaratmışdıq. Pro ambar deyək. Ambar. Hara? Binə qəsəbəsi. Ambar binə. Məsul şəxsələ ki seçmirəm. Sadəcə okey deyirəm. Nə ürəyinizdir onu qeyd edin. Baxın, üst səhifəni tamamən bitirdim. İndi isə alt hissəyə baxmam lazımdır. İkinci panelə. Bura yuxarılar birinci panelidir, bu da əməliyyatlı panelidir, ikinci paneldir. Baxın, burada mallar bölümü aktivdir hal-hazırda. Xidmətlər, hesablaşma çoxu. Bunları bir-bir vuranda bu formada aktivləşir. Biz mallar bölümünə qeyd aparmayacağız. Çünki aldığımız şey mal deyil. Hazır məhsul deyil. Aldığımız şey xidmətdir. Ona görə xidmət seçəcəm və əlavə et deyəcəm. Aldığım şey nədir? İcarə obyektidir. Məhsulumun adı icarədir. Ambar icarəsi və yaxud da ki ofis icarəsi. Mən bu adı yaratmam lazımdır. Yəni mütləq mənim sistemimdə ya ambar adı ilə, ambar, icarə ofis deyə məhsul adları olması lazımdır. Onun üçün birinci buradan yaratmamışdan öncə gedirəm müəssisəyə, artıq kontragentlər deyir, mallar, materiallar, məhsul və xidmət bölümünə gəlirəm və nomenklatura yaradım. Nomenklatura bölümündə, burada da istəyirəm öz papqam olsun, qovluğum, axtaranda mənə asan olsun. Qovluq əlavə edib, bir nöqtə deyib, bəli, Promote-MMC və okey. Promote-MMC papkasına daxil olub, indi artıq burada istədiyimi yarada bilərəm. Misal üçün, xidmətlər deyə bir qovluq yaradaram ya da ki, xərclər sizə necə uyğundursa. Yaxşı, sənsən də. Seçdim xidmətləri və əlavə et deyirəm hər zamanki kimi. Qısa adı nədir? İcarə ambar. Seçdik. İcarə ambar bizim hazır məhsulumuzdurmu, yoxsa xərcimizdir, yəni xidmətimizdir? Xərc olduğu üçün hazır məhsuldan qal-çıxanı götürüb xərcin üzərində verirəm və xidmətdə yəni. Ədəd yerindən girirəm, aylıq seçirəm. Aylıq yoxdursa əlavə edib yaradın. Aşağı hissə isə toxunmuram. Ədəbiyyətsiz kimi qalsın bu bölüm. Yük gömrük bəyannaməsi onu da dolduracaq. Şərtlər maddəsində isə xam mal və materialın yerinə, axı bu xam mal və material deyil, xidmətdir. Onun yerinə icarəni seçəcəm. İcarə ambar əvvəlcədən yaratmışam. Sizdə icarə haqqı da ola bilər. Siz də onu seçəcəksiniz. Yazmaq və okey demirəm. Çünki yaratdığım nomenklaturanın mütləq uçot hesablarını da yaratmaq lazım. Buradan çıxmadan uçot hesabları bölməsini seçirəm. Əlavə et deyirəm. Təşkilatın hansı təşkilat üçün işləyəcək bu? Promote üçün. Hansı ambar üçün? Pro ambar binə üçün. Aldığım şey nədir? Bir xərcdir.
Bəli, xidmətdir. 721 nömrəli hesabda o çota alınacaq. Hesab nömrəsi nə olacaq? Daha doğrusu adlandırması. 232. Xərclər nə? 232 nə? 300 nə deyirsiniz? Ha, o şeyin qabağını deyirsən. Tamam. Satışdan gələn gəlirlərin çot hesabı. Bəli. Burada 611-i seçə bilərsiniz. Çünki bizim müəssisə icarə fəaliyyəti ilə məşğul deyil. Amma xərclər 701 olaraq qalacaq. Təqdim edilmiş ƏDV-nin hesabı. Baxın, üst sətrə 241 yazıb, enter, bir aşağı ƏDV, enter verdi. Özü avtomatik düşəcək aşağıya, bəli. Bildə, o da çıxmayacaq zaten. Yenə 241, alt hissəyə, orta hissəyə isə 521. Bunu əzbərləyəcək. Yəni, xidmət aldığımız zaman xidmətlərin nomenklaturası bu formada açacaq. Əgər orada xərc hissəsi 721-dirsə, 711-dən olan varsa 711 qeyd edəcək. 701-dən olan varsa 701 olaraq qeyd edəcək. Və indi OK deyə bilərəm. OK dedim, verdiyim OK nəyin OK idi? Stot hesabları. İkinci OK isə birbaşa nomenklaturanın OK idi. Artıq buradan çıxıram, gəlirəm. Nə açdım mən? 3 nöqtə, promotek, xidmətlər, icarə ambar deyə. Baxın, bütün əməliyyat da oldu. Mənim üçün nə qaldı? Miqdar 1, qiymət 5000. ƏDV-si seçmişdim zaten, gəldi. Bir də son sətrə 701 olaraq qeyd edib, enter verəcəm vəssalam. Qayməmin açıqlama yerini doldurdum. Borclanma yerini yazdım. İndi isə hansı hesablar üzrə borclanacam onu qeyd eləməliyəm. Kontragentdə hesablaşmamın uçotu harda olacaq? 535-də icarə üzrə öhdəliyimiz. Eyni zamanda 243 nömrəli verilmiş avans hesabını seçirəm ki, ola bilər mən ödəniş eləyəm, amma hələ icarə almamışam, əvvəlcədən ödəmişəm. O zaman da geçsin avansa düşsün ki, kontragentdə. Və qeyd et, OK. Əməliyyat hazırdır. Yoxlamaq istəyirəm. Hesablat, dövriyyə balans cədvəli. Biraz kiçildək. İndi artıq 535 nömrəli hesabımla 721 də aktivləşdi. 721-də xərcin qalığı 5000, eyni zamanda icarə üzrə borcun qalığı da 5000 olaraq görünür. İkinci əməliyyatı da bitirmişik. Bu əməliyyata xidmətin alışı deyilir. Biz internet xidmətin, rabitə xidmətin, icarəni, daşıma, nə bilim, nəqliyyat, lojistik, xidmət adında nə varsa, hüquq xidməti, mühasibatlı xidməti, yəni qarşılıqlı sərc olan nə varsa bu cür alacaq. Yəni, alış əməliyyatı bu cür aparacaq. İkinci əməliyyatımızı da bitirdik. Yaxşı, istirahət edin, gəl. Növbəti əməliyyatımız ambarın içərisinə xüsusi avadanlıqlarımız alınıbdır. Yəni, əsas vəsaitlərimiz. Bu əsas vəsaitlərdən biz iki çeşid mövcuddur bizdə. Birinə vitrinlər demişik. Digəri isə avtokava yazın bura, deyək. Yəni, məhsulları, yükləri qaldırıb indirən 4 təkərli öz yerində fırlana bilən elektrikli, bəli, sarı balaca, bəli, onlardan gedir söhbət. Bir dənə də ondan əldə ediblər, alıblar. Aldıqlarını ödədikləri ilə bağlı hər hansı məlumatları yoxdur. Biz indi alışı edə bilmək üçün uşaqlar, birinci həmin məhsulların nomenklaturasıdır. Yəni, adlarını sistemə tanıtmamız lazımdır ki, nələrdir? Müəssisə, mallar və materiallar, məhsul, xidmət üzrə gəldim. Nomenklaturanı seçdim. Hansı şirkətin olacaq? Promoteyin. Burada seçdim. Artıq bu xidmət deyil, əsas vəsait olacaq. Ona görə yeni qovluq yaradır. Əsas vəsaitlər deyə seçirəm. Və OK deyirəm. Əsas vəsaitlər bölümü vacib bölümdür uşaqlar. Ona görə qovluğun içərisində yenə bir qovluqlaşma aparıram. Buna isə avadanlıqlar deyirəm. Avadanlıqlar. Digəri isə olacaq nə texnika?
Maşın və texnikalar. Yox, nəqliyyat yox. Maşın və texnikalar. Okey. Avadanlıqların içərisinə daxil olub, əlbəttə vitrinləri əlavə edəcəm. Əlavə et. Vitrin. Seçdim. Vitrin xidmət olmadığına görə, hazır məhsul olduğuna görə hazır məhsulda qalacaq. Bunu görək metr kvadrat var mı burada? Kvadrat metr var. Seçdim. Xammal və materialdırmı? Xeyr. Üç düyməni vururam. Baxaq burada əsas vəsait varmı? Əsas vəsaitin dəyəri var, bəli. Onu da seçdim. Və yazmaq. Şöyle baxın, indi bir dənə səhifəyə hər birini doldurdum, ədəbiyyətsiz doldurdum, yazmaq da verdim. İndi isə uçot hesablarını əlavə edəcəm. Əlavə et. Promotey. Yenə ambarda promotey olaraq seçirəm. Uçotumun hesabını artıq əsas vəsaitimi seçməm lazımdır. Amma bura 111 yox. 111 nömrəli hesabı seçəcəm. Yəni əsas vəsaitin kapitallaşdırılmasıdır. Baxın, biz onları alıb, quraşdırmaq, nə bilim, düzəliş vermək, hamısı əsas vəsaitin dəyərinə daxil olması lazımdır. Onun üçün bəri başdan birinci 113 seçirəm. Daha sonra təhvil vermənin uçot hesabına da 113 seçirəm. Satışın hesabı 611. Niyə 611? Çünki əsas vəsaitin satışı sair əməliyyat gəliri olduğuna görə 611. Xərc isə 701 olaraq qalır. Ədəbi bölümü bayaq olduğu kimi eynən doldururuq. Bəli, 241. Yenə 241. Orta hissəyə isə 521. Ədəbi üzrə qeyd etdik. Və okey deyirik. Uçot hesabı hazır. Biz də hazır. Vitrini yaratdıq. Baxın, indi mən vitrin əsas vəsait olduğuna görə buradan da kopyalayıb yarada bilərəm. Amma indi başqa papkadadır deyə əsas vəsaitlər bölümünə daxil olandan sonra maşın və texnikalara girib əlavə et deyirəm. Nə idi məhsulumuzun adı? Avtokar idi də, düzdür? Avtokar idi, yaxşı. Seçdim. Hazır məhsuldur. Artıq bu ədədlədir. Seçirəm. Onun xamma və material deyil. Vururam. Əsas vəsaitin dəyəri bölümünə gəlib, vəsaitin dəyəri hissəsini seçirəm. Yazmaq deyirəm. Uçot hesabı isə olduğu kimi eynidir. Yenə promotey. Çünki ikisi də əsas vəsaitdir. 113. 1. Təhvil vermə uçotu yenə 113.1. Aktivlərdə belə qeyd olunur. Satış 611. Xərc 701. Vergi hissəsi 241 enter. 241 enter. Və 521. Seçdim. Qeyd et. Okey. Artıq hazırdır. İki nomenklaturamın ikisi də aktivdir. İndi mən şərtimə əsasən vitrinlərimi ala bilərəm. Vitrinləri aldığım şirkəti qeyd etməmişəm deyəsəm. Firməsi üçün hansı şirkətdən olsun? Mustafa Makina MMC. Makina MMC şirkətindən 25.000 manatlıq avadanlıq alınıb və rəqəmlər də bunlardır. Uşaqlar, alış eyni perioddur, eyni yerdən əmələ gələcək. Yəni, bütün algı əməliyyatlarımız, bizlərin bir şeyə sahib olması eyni bölümdən. Algıya daxil oluram, mal və xidmətlərin mədaxili bölümünü seçirəm, açılan pəncərədə əlavə et deyirəm, amma satın alma komissiyası deyil. Birbaşa avadanlıq seçirəm. Çünki satın alma komissiyası seçdiyim zaman ancaq mal və xidməti aktivləşdirir. Avadanlıq seçib okey dediyim zamansa, burada artıq avadanlıq, mallar və xidmətlər bərabər şəkildə açılır, alt pəncərədə gördüyünüz kimi. Tarixə gəlirəm,
Bu proses hansı tarixdə baş verib? 6 dekabrda 06 birinci dəqiqə 06 12 2025-ci il. Promote şirkəti yerindədir. Ambarımız Pro ambar idi. Seçdik. Kontragentimiz əlavə edirik. Promote MMC-dən tədarükçülər bölümündə. Baxın uşaqlar, mən bunu kopyalayıb da yarada bilirəm. Amma kontragentlərin hər birinə diqqətli olmaq lazım olduğu üçün əlavə et deyib, nə idi? Mustafa Makina MMC. Kopyalayıram və əlavə edirəm. Mustafa Makina MMC yenə düşdü. Hüquqi şəxsdir. Deyək ki, bölünü nə olsun? 10 veririz. 9 dənə 3, bir dənə 1. Eləyək ki, yadımızdan çıxmasın, amma 10 dənə rəqəm olması lazım. 3 dənə rəqəm. 3 dənə rəqəm. Bəli, 1. Yazmaq. Mustafa Makina hazır. Amma müqaviləsi standart müqavilə olmadı. Üst düyməni vururam ki, aktivləşsin. Əlavə et deyirəm. Avadanlı. Daha doğrusu mal alış müqaviləsi edir, nə? Algı. Nömrə 213. İş müqaviləsi. Tamam. Aldığım üçün müqavilə növü yerində təchizatçı ilə seçirəm. Komitet alıcı falan deyil. Müqaviləmin başlama tarixi 06-dan götürəcəm. 42-2025. Bitməsi isə 31-12-2026. Başını şey Biraz gələcəyə getmişik, elə mi? Biraz Ha, burada 11 var, burada 12 olması lazım. Tamam, doğru. Müqavilə üzrə cəmi yox. Hər zaman hesablaşma üzrə verəcəyik. Və okey. Müqaviləmiz də hazır. 2 dəfə vurduq üzərində müqaviləni də seçdik. Üst panel okeydir. havalanlık seçtiğinde 3. protokoldan at. Bəli. Avadanlıq bölümü ona görə açıldı buradan. Və əlavə et deyirəm. Artıq buradan 3 düyməni vurub Promoteydə əsas vəsaitlərə daxil olub. Avadanlıqlardan vitrini yenə əlavə et. Bu hissədən isə əsas vəsaitlərdən maşın və texnikalardan da avtokameranı seçdim. Miqdarları, vitrinin miqdarı deyək ki, nə qədər idi dəyəri? 15.000 manat tara qaldıran, 10.000 manatsa vitrin edir də. Vitrinin qiyməti 10.000 manatdır. Deyək bir dənəsi 100 manatdır vitrinin. 100 dənə vitrin lazımdır. 100 manatdan 10.000 manat. İkincisi bir ədəddir. 15.000 manatdır. Və 15.000 manat. Baxın, bütün əməliyyatları hamısı özü dolubdur. Mən heç də doldurmadım. Çox hesabları düz yaratdığımız üçün. Və gəlirəm hesablaşmaya çox hesab. Burada artıq aktivi mən aldığım üçün mənim aktivim artır. Artdığı zaman aktivimlə bağlı uçot hesabım burada qeyd eləmişəm. Burada hesablaşmanın uçotu dediyilən yer pulun hesablaşmasından gedir. Yəni, mən bu aktivin qarşılığında kimə borçlanacam? Neçə nömrəlidir? 531-ə borçlanacam. 533 əmək haqqıdır. 531, yəni AZN-lər. Burada da 243 olacaq. Seçdim. Artırdım. Qeyd et və tarix düzdürsə, okey. Əməliyyatım hazırdır artıq. 25.000 manatlıq avadanlığı aldım. Amma sizə bir şey göstərmək istəyirəm. Yeniləmə edək. Görürsünüz, avadanlığım mənim 25.000 manatlıq 113 nömrəli hesabda. Bax, əsas vəsaitin obyektlərinin alınması hesabında görünür. Yəni, kapitallaşmasında. 2 dəfə vuraq və baxaq dövrəyə balans cədvəlində.
Görürsüz avtokara bir ədəd 15.000 manatlıq daxil olub, qalıqda da o qədərdir. Vitrin də 100 ədəd 10.000 manatlıq daxil olub. O da ki, Güzel. qalıqda da o qədər mövcuddur. Amma burada 113 nömrəli hesab var. Bizim əsas vəsait dediyimiz şey 111 nömrəli hesabda olmalıdır. Amma nə zaman? Biz nə zaman uzun müddətli aktivimizi istifadəyə verəcəksə, həmin vaxt üçün də yeni bir müxabirləşmə girib, əsas vəsaitin istismara verilməsi deyə akt vuracaq sistemə və 113 nömrəli hesabımızdakı qalıq azalacaq, avtomatik 111 nömrəli hesab artacaq. Yəni, aktivlərin yer dəyişməsi olacaq balansımızda. Yani ama sonra değil, o bir şey. İstismara vermədiyimizi 113-də görməliyik, istismarda olanı isə 111-də görməliyik. Yəni, amortisasiya hesablayacağımız, təmir xərcləri çəkə biləcəklərimizi və yaxud da ki, istismardan çıxardığımız hansısa varsa, onu da artıq 206-da görməliyik. Çünki istismardan çıxartmışamsa, satmaq qərarına gəlmişəm deməkdir. Da mən istifadə etmirəm. Buyurun. Son çok dolga da. Yox, əksər hallarda elə olmur. İndi baxın, burada siz vitrinləri almışıq, amma quraşdırmamışıq. Quraşdırmaq üçün əlavə xərclər lazım olacaq. Biz onu vitrinin qiymətinin üstünə əlavə eləmirik. Mesela dikkat geldi, yani hangi işler, bir şey alt geldi, bir şey gördüm. O pensilondaki bir sonunda kamada. Ola bilər, amma doğru deyil. Sistem də qəbul etməz onu. Yani 118 son. Bəli, bəli. Birinci alınma mərhələsi, sonra istismara vermə mərhələsi. Təzədən 5-ə tarixinə əməliyyat var. Bir nəfər sürücü vəzifəsində işə götürülmüş və əmək haqqısı 500 AZN təyin edilmişdir. Yəni, əmək haqqı bölümü. Uşaqlar, bəlindəki bir esdə əmək haqqı bölümü işləmədiyi üçün, yəni bizdəki qıraq olduğuna görə və Biresin əmək haqqı bölümünün bizim mühasibatlıqla da əlaqəsi olmadığına görə biz əmək haqqı bölümü, kadrlar bölümünü istifadə etmirik. Ümumiyyətlə, içmədə də aktiv deyil göstərməyə. Amma biz onun üçün başqa əməliyyat apara bilərik. Elə eləyək ki, əmək haqqlarımız da doğru şəkildə görülsün deyə. Gəlirik, əməliyyatlar bölümü daxil oluruq. Əllə daxil edilən əməliyyatlar, ona da daxil oluruq. Və burada şirkətimizin adını qeyd edirik, təşkilatlar bölümündə. Bəli. Qalab, bax, heç bir şey yoxdur. Və sənədə əlavə edirəm. Sənədə əlavə etdim. İkisi nə zaman götürmüşüksə, ayın 5-i. Kardeşim. 05-12-2025-ci il. İşçini işe götürdük. Bu hissəyə bir şey qeyd eləmirik. Məbləğ yerinə o öz avtomatikdə olacaq. Tərkib yerinə isə qeyd edirik. Nə qeyd edəcəyik? Əmək haqqı sürücü. Qeyd etdim. İndi burada isə artıq ikinci paneldə sətr əlavə edəcəm. Əlavə etdiyim sətrə diqqət edin, nə verir bizə? Hesabın debitini, subkonturlarını, hesabın kreditini, subkonturlarını, debitin yuxarıda göstərir miqdarı, valyutası və məbləği, kreditin miqdarı, valyutası və məbləği. Yekun da, yəni nömrə olaraq deyil, yekun da məbləğ, tərkib və jurnalın nömrəsini qeyd edə bilərik. Bu, sistemin alt əməliyyatına müdaxilədir. Bizim bayaqdan etdiklərimiz də belə gedib düşür sistemə, müxabirləşməklə. Biz axı müxabirləşmə verməyi özümüz bacarırıq. Ona görə girib biz özümüz daxil edə bilirik. Əmək haqqım yarandığı zaman bu sürücü müdürün sürücüsüdür. Hansı xərcə artıracaq bizdə? 721 yazdım. Enter deyirəm. Deyəndə qarşısındakı məndə subkontur yeri aktivləşdi. 3 düyməni vururam və gəlirəm xərclərimi müəyyənləşdirməyə. Var mı burada məndə nə xərci deyək? Təmir, reklam, rabıl, nəqliyyat, icarə, əmək haqqı xərclərini girdik. Elə birbaşa əmək haqqı xərcinin özü. Tabı verirəm, növbəti aktiv hissəyə keçir. Kreditdə nəyəm artır işçini işə götürəndə? 533. İcarə ilə şeyi qarışdırırsan bir-birinə, əmək haqqını. 533. Burada subkonturda kim ola bilər? Kimi işə götürmüşəmsə onun adı. Bəli, Sənan Orucu. 3 düyməni vururam. Görün hara gəldi? Fiziki şəxslər bölümünə. Əlavə et deyirəm.
Sənə vurucu. Uşaqlar, bunu vurandan sonra özü bölüşdürür altda. Sənin orucunun doğum tarixi, cinsi. Bu hissə kadrlar bölümünə aid olan hissədir. Yəni işçi ilə bağlı bütün informasiyalar doldurur. Biz işə girəndə şey doldururuq, şəkilli. Və Bəli. deyirlər ona, bəli, o tərcümə halı bura doldurur. Yəni o bizim işimiz deyil. Yani onlar kadrolar cümlesi olmalı. Bakmak, bol geldi. Bizə əmr gələndə, əmrə görə götürəndə artıq onlar avtomatik çıxır. Orada adamın adını görürük. Biz axı əmri icra etməliyik. Yəni biz onu tabeldə görəcəyik. Yekunda. Seçəndən sonra OK verirəm ki, adamın adı düzəlsin. Sənan Orucovu seçdim. Və məbləğ nə qədər? 500 manat. O ne mi? Yani bir ne var? Yox, əmək haqqı hər zaman qros olur. Biz Azərbaycanlılar əmək haqqını danışanda net olaraq danışdığımız. Zaten bizə verilən pul, o deyilən 500 manat bizə verilir. Oradan tutulan hissə bizim öhdəliklərimizdir, bizim borclarımızdır. Şirkət aidiyyəti yoxdur ki, şirkət sənə 500 manatı verir. Amma sənin dövlətə verməli olduğun pulu səndən alıb dövlətə verir. Sanki o pul sənə verib, səndən təkrar alırmış kimi görünür. O ben de burada biraz imkanı 500 ya. Verin. Sonra qalan gəlir, bəli. Əgər dövlət sabıqlarının tutulmalardan vaz keçsə, sən 500 manatı tutarsan. Net olur. Seçdim və OK deyirəm uşaqlar. Artıq əməliyyat hazır. İndi sizin şübhələrinizi gidərmək üçün gəlirəm dövrəyə balans cədvəlinə, tərtib et verirəm və əmək haqqı öhdəliyi 500 manat artdı. Eyni zamanda inzibati xərcim də 5000 manat icarə idi, qalxdı oldu 5500. Düzdürmü? Davam edirəm əməliyyatımı. Ayın 13-ü müəssisə yeni işçi komandasını işə götürə bilmək üçün ofisə dəyəri 8000 manat olan mebellər alıbdır. Embavut MMC-dir. Mebelimin adı müdür dəstidir. Mebelimin adı müdür dəstidir. Ümumi dəyəri isə 8000 manatdır. Eyni dəstdən almışam, eyni mebeldən almışam. Neçədən almışam? Yazılı. Sizcə neçə dənə mebel almışam mən? Yəni baxın əməliyyata. Bəli, mebel sayılarımızı inzibatinin əməliyyatı olduğuna görə 3 ədəd seçəcəyik və gələcəyik ilk öncə müəssisə və nomenklaturada öz şirkətimizin qovluğuna daxil olandan sonra əsas vəsaitlərə daxil olub yeni qovluq yaradıb mebellər deyəcəyik. OK. Mebellərə daxil olandan sonra əlavə et. Müdür dəsti. Hazır məhsuldur. Ədədləndir. Xam mal və materialdırmı? Xeyir. Gələcəyik. İndi biz buna nə seçim mən? Mal seçim. Nə seçim buna mən? Ləvazimatdırmı səncə? Əsas vəsaitdir. Bunların dəyəri 3 dənədir. 8000-də qiyməti var. Dəyəri 500 manatdan yuxarıdır. Yəni, biz bunları əsas vəsaitin dəyəri kimi qəbul edib, yazmaq deyəcəyik. Daha sonra uçot hesablarından uçot hesablarını düzəldəcəyik. Bir dəqiqə. Bir yerin. İndi mebelə nə yazacaqsın? Zor değil. Və bunu quraşdırmayacaqlar. Əsas vəsaitdir də bu. Almalısan birinci. Əsas vəsaitin alışı hesabı 113'dür. Buraxıldığı hesab da 113'dür. Və satışı əsas vəsait olduğu üçün 611'dir. Öyle değil mi? Sen bu neye uğraşıyorsun? Bu işi dışarıdan gel. Neçədə bir mebel almam Zənab bəy. Bir də hazır. Müdür dəstlərimiz. İndi isə onları almaq. Hardan daxil olacaq? Alış bölümündən. Bir dəqiqə. Mal və xidmətlərin mədaxili.
Əlavə et. Hansı seçəcəm? Bəli. OK deyəcəm. Kimdən alacağım bunu? Emballutdan. Tədarükçülər. Əlavə et. Hüquqi şəxsdir. Sizin oldu. 3. Yani 2 olsun. İndi düz oldu. Yazmak. Emballot arkasından OK diyeyim sana, sonra yadımdan çıkmasın. Onda ne olur? Müqaviləsini də düzəldim. Üç. Nömrə 11. Təchizatçı ilə müqavilə cəmini dəyişirəm. Hesablaşma qoyuram və OK. 2 dəfə də seçdim uşaqlar, hazır. Ambarımız yenə Pro ambar olacaq. Pro ambar binəyə aparıram məhsulları. Alacağım şey isə avadanlıqdır. Artıq əlavə et demirəm. Ya da buna da əlavə et deyək. Məhsulumuz nə idi? Müdür dəsti. Müdür dəsti. Miqdarı nə qədər idi? 3 ədəd. Məbləği nə qədər idi? 8.000. Bir ədədi 2666 manat 67 qəpik. Belə deyək. Hazırdır. Rəqəmlərdə mövcuddur. Və gələk hesablaşmanın çox hesabına. Emballot da mənim kreditorum olduğuna görə 531 və avans olsaydı 243 olaraq qeyd edəcəkdik. Və OK. İndi yenə dövrəyə balans cədvəlinə yaxınlaşıb tərtib et deyib 113 nömrəli rəqəmin cəminə baxmalıyam. Baxıram da tapmıram. Tapmama səbəbim nədən ibarətdir? Alqı. Əməliyyatı görün hansıda arxa işləmişim. Dövrə balansını niyə dəyişirəm ki? Əməliyyatımı doğru tarixə əlavə etməm lazımdır. Ayın 13-ünə. 13-12-2025. Kontrol enter. İndi əməliyyat dəyişəcək. Bəli, artıq 13 nömrəli hesabımda 33.000 manatlıq sırada gözləyən uzun müddətli aktivim var. Bax, uzun müddətli aktivimdir, amma əsas vəsaitim deyil. Bunu buradan da görə bilərik. Maliyyə bərabərliyin elementləri olaraq görmək istəyirsinizsə, bu formada da baxa bilərik. Baxın, uzun müddətli aktivlərdədir. Aktiv olmağına. Amma uzun müddətli aktivlərdə əsas vəsaitdirmi? Xeyr. 111-də deyil, 113-dədir. Qısa müddətli aktivlərdə nəyim var? 168.000-im var. Bir də xərclərdə də 5.500-üm var. Maliyyə bərabərliyi olaraq. Yerdə qaldı nə? Öhdəliklə kapital. Öhdəlik olaraq 38.500 manatım var. Kapital olaraq da 168.000 manat. Bərabərliyim doğrudurmu? Doğru. İndi əməliyyatları açaq. Full səviyyə olsun. Və gələk növbətiyə. Emballotları da aldıq. Elə həmin gün 6 ədəd dəyəri 980 manat olan notebooklar da alınmışdır. Notebooklarda eyni formada alacaqsınız. 113. Bəli, 113-lə. Notebookun adını yazdıq mı biz? HP. Pavilion G7 dedik. Kopyalayaq adlarını. Və müəssisə nomenklatura, promoteydə əsas vəsaitlər, maşın və texnikalardır. Bəli, eynən bura daxil olacaq. Əlavə et. HP Pavilion 7 hazır ədəd. Xammal və material deyil.
Əsas vəsaitin dəyəri olaraq seçdik. Bu ön hissəmiz. Yazmaq. Uçot hesablarını əlavə edəndə Prometey seçəndən sonra bu da 113.1 yine 113.1 611 701 ədəbi hissələrini qeyd edək və satanda da 521 olaraq qeyd edəsin. Və təsdiq. Pavilyon C7'mizin nomenklaturası hazır. Alışı hardan etmişik? Alış şirkəti qeyd etmişik ki, qeyd edək, kontragent, İrşad, elektronik. Elektronik. Məməcə. MMC, bəli. İndi gələk, əməliyyatımızı buradan bağlayaq bu heç. Mal və xidmətin mədaxilindən əlavə et. Avadanlıq və OK. Tarix ayın 13'üdür. Bəli, 13'üdür. 13, 12, 2025. Nedir? Kontragenti mi deyir? İnşaatı yaratır. İrşad. Yok. Necə yox? Yani kontrat. Ha, yaratmamış hələ. Və ne deyimsən? Tədarikçilər əlavə et. İrşad. Elektronics. MMC. Və 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Okey. Müqabiləsində yaradaq. Təchizatçı ilədir. Alış müqabiləsi. Nömrə 432. Onun kimdə eləyir? Hal-hazırda məhsulu kim satırsa o, sənədləri kim hazırlayırsa o, İrşadın müqabilə nömrəsində mənim özümünki olsa sırayla var. Mənim sıralamama uyğun gedər. Onun kadrları fazlaydı. Bəli? Onun renkli kadr şöyle fazlaydı. Yox. Kadrlar nə işlə qalır? Onun ismi var. Satış departamenti hazırlayır. Kadr yazmır. Satış departamenti əməliyyatları şeyə bildirir, hüquqşünaslara bildirir, hüquqşünaslar müqavilə hazırlayır. Və okey. 2 dəfə seçdim hazırdır. Ambarı. Doğru. Bəli. Pro ambar. Tarixim doğru. Əməliyyat avadanlıq. Bu səfər istifadə formasını dəyişdirək. Çünki əvvəldən informasiyalarımız bəllidir. Baxın, seçmə deyirəm. Seçmədə promoteyin üzərində 2 dəfə vururam. Baxın, burada aşağıda həm miqdarda qalıcqa var, Kıymetli. həm qiymətdə. Mən nə satıb alacam indi? Əsas vəsait. 2 dəfə vurdum. Maşın və texnikası. Alacağım şey avtokar deyil. Pavilyon C7'dir. Üzərində 2 dəfə vurdum. Neçə ədəd alacam uşaqlar? Neçə ədəd alacam? Şərtə əsasən. Niyə 3 dənə? Aldı. Şərtdə nə deyib bizə? 6 ədəd alacam. Yazıram 6. Tab. Qiyməti neçədəndir? 980'dən. Yenə tab. Və okey. Hər şey hazır. O da rahat değil. Hansı şeylərdə rahatdır? Qiymətini və miqdarını bildiyində. O zaman rahatdır. Bayaqlarım qiymətini bilmirdik deyə birbaşa sayı və məbləği yazdım. Qiymətini özü bölüşdürüm. İndi burada yine bizim nəyimiz qaldı? Hesablaşmamız. 531 243 və kontrol edilir. Əməliyyatın nəticəsini yoxlayaq. 113 görə artdımı 2 dəfə baxma səviyyəsi 1. Baxın, 113 nömrəli hesabımızın tərkib hissəsi. Avtokara var, ESP pavilyon var, müdür dəstə var və vitrin var. 4 çeşit məhsulumuz mövcuddur.
113. Bəli. Və keçək növbəti əməliyyatımızda nə var? Uşaqlar, bu hissəni mənim etməyimə ehtiyac varmı? Gəlin bir göstərim sizə istəyirsiniz. Embavutdan alışı etdik, kompüteri etdik, ondan sonra işçilərimiz gəlir. Düzdürmü? Bayaqların bir əl ilə əməliyyat etdik. Əməliyyatlar, əl ilə daxil edilən əməliyyatlar. Şirkətimizi seçirəm. Bizim əməliyyatımız bu görünür. Hansı tarixdəydi? Ayın 5-də. İndi isə bunun üzərində məndə FN F9-dur. Sizdə sadə F9-da olma ehtimalı var. Yəni əməliyyatın özünü, bu əməliyyatın özünü kopyalamaq istəyirəm. Burada işarəm var. Görürsünüz F9. Mən də FN, hani mənim F9-um? Bəli, kopyaladım. Əmək haqqı sürücünü silirəm. Sadəcə əmək haqqı saxlayıram, dekabra deyirəm. Dekabr qalması, tarixi boşaltdıq. İnzibatidə bizim neçə nəfər işçimiz var idi orada? 3 nəfər. Müdür, mühasib və təchizatçı. 3 dənə F9 verirəm. 3 dənə işçim hazırdır. Üçündə də eyni əməliyyat gedəcək. Sadəcə rəqəmlər fərqlidir. Müdür nə qədərdir? 1500 manatdır. Mühasib 900 manatdır. Və təchizatçı da 700 manat idi. Düzdürmü? Qaldı nələr? Adlar. Direktorun adı nədir bizim üçün? Yəni burada bir dənə siz ona baxana qədər mən qovluq yaradım. Əməkdaş promotey deyim. Ki qarışmasın. Promotey MMC olaraq yaradım. Sənan Orucovu da ora transfer edək. O bir işçiləri də burada yaradaq ki, axtaranda tapa bilək. Əlavə et. Gəlirəm, mənim rəhbərim Şamil Məmmədov. Kopya, əlavə et və kontrol enter. Sonra kim var? Sektorda sonra Zöhrə Sultanova var. Kopya. Gələk, əlavə et. Mühasib sözünü silək. Aha. Və Şahramran Rızayev var. Rəfiyev olsun. Və enter. Bütün də əlavə etdim. Və gəlirəm əməliyyat jurnalında direktor üçün Şamil Məmmədov, mühasib üçün Zöhrə Sultanova, təchizatçı üçünsə Şamran Rəfiyevi seçdim. Yox, tarixi hələ dəymirəm. Əməliyyatı bitmir ki, cəmi 3-cü yazmışam. Mənim başqa nəyim var idi? Bu 3 getdi. 3 dənə də ekspeditorum var mənim. Satış menecerim var yəni. Bu əməliyyata bir dənə də FN-F9 verirəm. 4-cü əməliyyat açılsın. Amma burada artıq xərci dəyişirəm. 711 deyirəm. Satışdır axı əmək haqqı. Digər tərəflərini olduğu kimi saxlayıram. Burada da 600 manat deyirəm. Amma adlar dəyişəcək. Neçə dənə mənim ekspeditorum var? 3 dənə. Bura 3 sətir də əlavə edirəm. 5, 6-cı. Və indi gəlirəm 4-ə. Bayaqçı mən nə edirdim? İşçilərin əmək haqqlarını dəyişdirirdim də, yəni adlarını. Seçdim. Yenidən əlavə et deyirəm və gəlirəm nəyə? Tofiq Babaşov. Əlavə etdim. Kontrol enter. Daha sonra kim var? Rövşən Ələsgərov. Əlavə et. Kontrol enter. Rafiq Qarayev. Kopya. Əlavə et. Ad bölümünə artırdım. Kontrol enter dedim. Hazırdır. İndi gələk əməliyyatlarımızı doldurmağa. Açıqda qalmışıq. Kimlər var? Tofiq
Babaşov var, ekspeditor. Rafik Qarayev var, ekspeditor. Və bir də Rövşən Ələsgər. Hamısı da 600 var. Bax, rəqəm artıq özü formalaşdı. 4900. İndi gəlirəm tarixə. Hansı tarixdə götürmüşəm? 13-12-sində. 13, 12, 2025. Bu tarixləri niyə qeyd edirəm? Çünki bunların desimiyetləri sizə hesablatdıracaq. Vergi bölümündə. Tabeldə hardan işə başlayıblar yerini biləsiz deyə. Qeyd et və okey. Sonra yılındaki bu kaldı. Hansı form? Harman o şey tarihte fotoğraf değil. Şöyle yapıyoruz. İkincim yoxdur, lazım olsa seçərəm. Axı tək inzibati deyil. Ona görə seçmədim. Tamam. Bunu da bağlayaq. Dövrəyə balans cədvəlinə yeniləmə verək və baxaq. 533 nömrəli əməliyyatın oldu 4900 manat. Artıq mövcuddur. Qalığı. Daha sonra kim var burada? Biz nəyin üzərində etdik həmin əməliyyatı? 500 manatı silmədik görəsən. Maşallah. Şapkaladım da onu mən, düzdür. 500 lira var. 505. Sonra heç 711 yarandı mı? Bəli. 1800 manatın xərci düşdü kommersiya xərcinə. Yerdə qalanı düşdü inzibati xərcin üzərinə. Artıq orada izləyə bilərəm. Ama sen da bir olmuyor. Sınanın pulu, gəl buradan baxaq da uşaqlar. Əmək haqqı cədvəlimizə baxaq. Yok. Görürsüz deyirəm də orada sənənin nəsə ortada silindi. Birincini sildi orada. Onu təzədən bərpa edərik. Həmin tarixinə bərpa edərik. Ben başım. Şimdi gel bakmışım. O həmin tarixə bərpa edəcək də. Hayır peşin. Evet ya gel. Bəli. Bura qədəri etdim. Hələ siz bura qədəri edəcəksiniz zəhmət olmasa. Ondan sonra əməliyyatın davamını aparacağım. Bunu birinci hissə olaraq qeyd edirəm. Vuram YouTube'da sizin qrupu düşəyin üzərinə. Qrupun üzərinə.